Oy oy oy. G63 səsin sürətinə baxın dostlar. Oy oy oy. İndi isə dostlar bunun sürətini yoxlayırıq. Çox qəşəng gedir, inanılmaz. Hamıya salamlar dostlar. Bugünkü videoda gördüyünüz kimi Mercedes və BMW-ni yarışdıracağam və bu yarış nəticəsində onların sürətini və tormuz sistemlərinin nə qədər güclü olduğunu müəyyənləşdirəcəyik və modellərimiz budur da, yəni Y53S, yəni Mercedes Y53S modelimizlə BMW M5 modelini, yəni əsl rəqib olan modelləri qarşılaşdıracağıq. Videomuza keçmədən öncə kanalımıza abunə olub like atmağı unutmayın ki, belə videoların davamı gəlsin. Əgər bu videoya çox yaxşı bir like gəlsə, bu videonun digər serisini çəkəcəm. Yəni başqa bir avtomobillərin yarışı. Məsəl üçün fərqli bir avtomobillərin yarışını çəkə bilərəm. Nəsə dostlar, keçək Mercedesimizi incələyək. Gördüyünüz kimi dostlar, içi çox gözəl görsənir. Gördüyünüz kimi içində LED işıqlar var. Yəni elə bir dizaynlı Mercedesimizdir. Qabaqdan yox, qıraqdan məsələn diskləri qəşəngdir. Arxadan da quşu telləri məsələn gözəl görsənir, inanılmaz. Y53S loqoludur, AMG yazılıb orada. Onu gördük. Qabaqdan da möhtəşəm görsənir, inanılmaz. Və indi isə dostlar, bu canavarı gətirdim. Çox canavar kimi görsənir də. Oy da, bunun səsi çox gözəldir də. Bəli dostlar, və qarşınızda M5, BMW M5 modelidir. Bu modeli də incələyəcəm. İlk öncə belə bir şey demiş dostlar sizlərə, həqiqətən bu model çox gözəl görsənir və inanıram ki, bu model məncə Mercedes keçəcək. Y53S-i, yəni sürətdə keçəcək. Nə deyirsiniz? Yəni indidən keçəcəksə, siz elə düşünürsünüzsə, yəni videonu bəyənin. Bilək sayımızı. Gördüyünüz kimi dostlar, bir dənə baxaq belə. İçərisi çox gözəl görsənir monitoru və rolu da çox emə yığılıb da, təmiz yəni. Qabaqdan da yəni faralarından da bilinir ki, yəni M5 modelidir. Və diskləri də çox gözəl görsənir. Bəli dostlar, artıq adi test sürüş eləyəcəm. Sonra isə keçərik turbo üzrə sürət testinə. G63-ə indi baxaq təcili. Nəysə. Oy oy oy, səsə bir dənə bax da sən, səsə bax. Çox qəşəng görsənir axı. Qəşəng görsənir nədir? Qəşəng səsi var axı deyərlər. Gördüyünüz kimi dostlar, artıq sürət testini yavaş-yavaş keçək və başlayaq. Getdik. Egzozun səsinə bax. Oy oy oy. Bəli. Çox yəni zorla səsi. Oy oy oy. G63 keçərək bunu sürətdə dostlar. 150, 160, 170. Bəli dostlar, 180. Keçdi. G63S keçdi. Bunu keçdi 100%. 207. Bəli dostlar, turbosuz sürətdə artıq G63S keçdi. Amma oy oy oy. Dostlar, tormuz testi pis günündə idi. Tormuz testi çox pisdir. İnanılmaz. İndi isə dostlar, yoxlayacağımız şey turbo testidir. İndi birinci G63S-dən başlayaq. Adi sürətdə G63 keçdi. Bəs turboda görək hansı keçəcək. Turbo ilə də yoxlayacağam, ancaq turbo ilə. Bəli dostlar. Gördüyünüz kimi oy oy oy, bu çox canavardır dostlar. Əsl rəqibdir. 220, 230, 200, 230-dan yuxarı qalxacaq görək. 235, 236, 237, 238 gördük dostlar. 238 gördük. Oy oy oy, çox canavardır bu. Gördüyünüz kimi dostlar, bunun tormuz testi çox necə deyirlər, bərbaddır, amma sürəti çox gözəldir. Gözəl deyəndə çox sürətlidir, yəni daha doğrusu, amma tormuz sistemi çox bərbaddır, inanılmaz. İndi isə dostlar, M5-in turbo testini yoxlayacağıq. Turbo üzrə sürət testini yoxlayaq, görək necə olur. Maraqlıdır və keçək sürət testinə. Gördüyünüz kimi dostlar, artıq keçirik sürət testinə. Oy oy oy. 150, 170, 190. Dostlar 200 gücdən keçirik. 205, 208, 209, 210. 210 dostlar, 212 maksimum. Yo, bunun məncə tormuz testi məncə başarılıdır. Mənə görə yəni G63S-dən daha yaxşıdır. Əgər sizə görə də yaxşıdırsa, yəni abunə olmağı unutmayın. Oy oy oy, üstümüzdən dostlar uçaq keçir. Nəysə dostlar, artıq videonun sonuna gəldik. Yəni nəticəmiz budur ki, gördüyünüz kimi çox qəşəng gedir axı.
Yəni videonun nəticəsi bu idi ki, dostlar. Məncə sürətdə Mercedes qazandı. Tormosda isə BMW. Oy oy oy. Çox qəşəng oldu. Bir dənə keçmək istəyirəm oradan. Görə keçə biləcəm. Oy oy oy. Oy oy oy. Əzilmədim nəsə. Elə bildim maşın əziləcək. Bəli dostlar. Artıq videonun sonuna gəldik dostlar. Gördüyünüz kimi inşallah səsimi eşidirsiniz. Bəli dostlar, bir dənə burada saxlayaq. Bir dənə burada park edeyim. Olub. Siqnal verirəm, eşitmir səsimi. Deyəsən ki, məni görmür bu, hə. Məni görmür, təkərlərə ancaq dəysəm, bəlkə bilər. Bəlkə bir dənə təkərə dəyək. Oy oy oy. Yo, dayandı məncə biraz. Dayandı. Bəli dostlar. Gördüyünüz kimi artıq videonun sonuna gəldik. Belə videoların devamını istəyirsinizsə, kanala abunə olub like atmağı unutmayın ki, belə videoların devamı gəlsin. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Və bir sonraki videomuzda da görüşərik. Məncə sürət testini yenə dediyim kimi Mercedes qazandı və Tormos testi isə BMW-nindir. Sağ olun dostlar, özünüzə yaxşı baxın.